Demək dedik ki, Azərbaycanda yayılmış iqlim qurşağı və iqlim tipləri. Deyirik ki, Azərbaycanda əsasən subtropik və mülayim iqlim qurşağı var. Əsasımız subtropikdədir, bütövlükdə ərazimiz qismən. Bu hissə isə mülayim iqlim qurşağında yerləşir. Ümumiyyətlə, 2 iqlim qurşağında və 9 iqlim tipində yerləşirik. Demək deyirik ki, bizdə var yarım səhra və quru çöl iqlim tipi, mülayim isti iqlim, sonra daha sonra soyuq iqlim, bir də dağ tundra iqlimi var. Və nəzərimizə çatdırırıq ki, demək dedik ki, yarım səhra və quru çöl iqlim tipinin də özünün yarım tipi var. 2 yer ayrı, bir var, yayı, ikisinin də yay isti və qurudur. Qışlarında fərq var. Qışı, belə deyək, soyuq var, qışı mülayim keçən yarım səhra və quru çöl var. Yada saxlayın. Demək deyirik ki, qışı soyuq, yay isti və quraq olan iqlim tipi, yəni yarım səhra və quru çöl iqlim tipi, ancaq Naxçıvan düzən ərazilərində yerləşir, Şərur Ordubad düzündə. Sonra qışı mülayim keçən, yayı isə isti və quru olan ərazilər deyəndə Samur Dəvəç ovalığı, Kür Araz ovalığı, sonra Acnohur Ceyran çöl ərazisi, Qobustan Abşeron, sonra burada yaşayan Mir düzü, Muğan düzü, Saryan düzü, Şirvan düzü bunlar daxildir. Daha sonra keçirik mülayim isti iqlimə. Mülayim isti iqlim 3 tipi var. Yay quraq keçən mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim, bir də ki deyirik bərabər yağıntılı mülayim isti iqlim. Demək, yayı deyirik ki, quraq keçən mülayim isti iqlim əsasən Lənkəran ovalığına əhatə edir. Baxın bu ərazilər, gənclər. Qismən də deyirik ki, Böyük Qafqazın və Kiçik Qafqazın cənub-şərq hissəsi. Baxın, Kiçik Qafqazın cənub-şərq hissəsi və Böyük Qafqazın cənub-şərq hissəsini əhatə edir. Sonra keçdik nəyə? Deyirik ki, qışı belə deyim, quraq keçən mülayim isti iqlim. Bu isə əsasən Qanıq Əyri çay ərazisi. Baxın. Əsasən Qanıq Əyri çay ərazisini əhatə edir. Sonra belə deyək, qismən də Kiçik Qafqaz ərazisini əhatə edir. Sonra gəldik bərabər rütubətli, belə deyim, mülayim isti iqlim, yağıntıları bərabər paylanan il boyu mülayim isti iqlimə. Bu isə 3 ərazidə var. Demək, deyirik, Talış dağlarıdır, burada görürsünüz. Sonra deyirik, demək, Qusar Mali düzənliyidir bu hissədə. Və deyir ki, Böyük Qafqazın cənub hissəsini əhatə edir. Diqqətli olun, istisna deyəcəm, yadda saxlayın və qeyd edin. Deyir ki, mülayim isti iqlim Naxçıvanda yoxdur. Baxın, yoxdur. Mülayim isti iqlim Naxçıvanda yoxdur. Ona görə Naxçıvanın nə meşə landşaftı yoxdur, nə də ki, meşə torpağı, belə deyək, qonur və deyir ki, qəhvə, dağ meşə torpaqları yerləşmir. Sonra bir də yadda saxlayırsınız nəyi? Bərabər yağıntılı mülayim isti iqlim isə Kiçik Qafqaz yoxdur. Baxın, X çəkirəm, yoxdur. Demək, dedik ki, istisna nə oldu? Naxçıvanda mülayim isti iqlim olmalıdır. Kiçik Qafqazda isə yağıntılar bərabər paylanan mülayim isti iqlim olmalıdır. Sonra keçir soyuq iqlimə. Soyuq iqlimin özündə 3 dənə deyirik tipi var. Yay quraq keçən soyuq, qışı quraq keçən soyuq, bir də ki, il boyu bərabər yağıntılı soyuq. Deyirik ki, yayı quraq keçən soyuq ancaq Naxçıvandadır. Demək, Naxçıvan alçaq dağlığından yüksək dağlığa qədər olan ərazilərini əhatə edir. Alçaq dağlıqdan yüksək dağlıqda olan ərazi olur nə? Yay quraq keçən soyuq iqlim. Qışı quraq keçən soyuq iqlim Kiçik Qafqaz ərazisində, sonra Böyük Qafqazı əhatə eləyir. Bərabər yağıntılı soyuq isə ancaq və ancaq Böyük Qafqazın cənub hissəsində, baxın gənclər, bu ərazini əhatə eləyir. Daha sonra gəlir dağ tundra iqlimi. Dağ tundra iqlimi isə hündürlüyü 2700 metrdən yüksək olan ərazilər üçün xarakterdir. Yəni, Talış dağlarında yoxdur. Çünki burada maksimum hündürlüyü 2493-dür, Kömürköy zirvəsidir. Demək, var harada? Qapıcıqda, yəni hansı ki hündürlüyü 2700-dən yuxarıdır. Sonra Kiçik Qafqazın hündür əraziləri, belə deyək, Camışdağ, Murovdağ silsiləsi bu ərazilər. Bir də ən çox deyirik Böyük Qafqaz. Məsələn, Yan silsilədə, Şahdağ zirvəsi, sonra Sudur silsiləsində, sonra Baş Qafqaz silsiləsində olan əraziləri əhatə edir. Yadda saxlayırsınız ki, iqlim mövzusu qəbulda ən azı 2-3 sual sizin qarşınızda olacaq. Çalışın ki, iqlimi yaxşı öyrənin. Hələlik, növbəti videoda görüşənə dək. Sağ olun.